Bilmirəm mənimlə razılaşacaqsınız ya yox, amma sanki bizdə hər şey bir-birinə bağlı baş verir. Heydər Əliyev prospektində bir maşında nasazlıq yarandığı üçün maşın düz dayanıb yolun ortasında. Amma bu texniki nasazlıq çox adama baha başa gəlib. Çünki təhlükəsizlik tədbirləri görülmədiyi üçün bu hadisə özü ilə zəncirvari qəza gətirib. Bəlkə də o maşının 10 manatlıq xərci var idi. İndi ümumi ziyan nə qədərdir, hələ ki heç kim bilmir. Ümumiyyətlə bizdə yolun ortasında maşın saxlamaq kimi bir adət var sanki. Adamlar var ki, yolun ortasında maşını saxlayır, kimlənsə deyib gülür. Ona etiraz edən maşınlara da əli ilə deyir ki, nə olub, nədir? O gün polis inspektoru efirdən danışdı ki, qəza baş verən kimi maşınları olduğu kimi yolun ortasında saxlamaq lazım deyil. Yolun kənarına çəkilib polisi, sığortanı gözləyə bilərsiniz. Amma sizcə bunu nə dərəcədə icra edirlər? Xırda cızıq düşür, dayanıb yolun ortasında gözləyirlər ki, ay aman sığorta gəlsin. İşə gecikib müdürdən töhmət alanlar, hava limanına gecikib bileti batanlar, o 50 manata təmizlənən cızığın qurbanı olurlar. Bu arada hava limanı demişkən, əlimə maraqlı statistika keçib. Kimi dindirirsən, deyir ki, ev, iş, gedib gələm. İstirahətə qram vaxtım yoxdur. Amma heç də rəqəmlər onu demir. Bu ilin ilk 3 ayında xarici ölkələrə turist kimi 279.151 nəfər Azərbaycan vətəndaşı gedib. Bunlar indi Instagramda paylaşmır deyə bizim xəbərimiz olmur. Ətrafımızda gizlin-gizlin gəlib gəzənlər kimlərdirsə özləri xahiş edirəm desin. Ümumilikdə xaricdə gecələmənin sayı 1.500.000-i ötüb. Bunun elə 524.000-i Türkiyədə olubmuş. Başqa ölkələr saymıram. Ən maraqlısı Misirdə olan statistikadır. Misirdə 19.011 gecələmənin 18.646-sı oteldə yox, şəxsi evlərdə olub. Misirdə evi olanlar kimdir, çıxsın ortaya. Camaat kənddə 2 sot torpaq ala bilmir. Misirdə evi olanlar hansı leveldədir? Mən keçli uşağıyam, hər yerə əlim çatır. Marsda da hərəkət eləsəz biləcəyik. Cavan TV'nin ilk göstəricilərindən biri hərəkətdə olmaqdır. Amma bütün hiperaktivlər müsbət qəbul olunmur. Məsəl üçün, yüksək səslə şəhərdə maşın sürən adamlar əsasən gənclərdir. Onlar bundan zövq alsalar da ətrafdakı adamları narahat edirlər. Bir də görsən gecə saat 3-də yaşayış massivində elmə məlum olmayan mahnılarla bütün məhəlləni titrədirlər. Özləri zövq alır deyə elə bilirlər ki, hamıya ləzzət eləyir. Amma elə deyil. Və deyim ki, səs gücləndiricidən o formada istifadə eləməyin 100-150 manat cəriməsi var. Yəni bunu eləyən adam cəriməni də nəzərə alsın. Cərimədən əlavə, o səsə gecə oyananlar heç də yaxşı sözlərdən sizi yad eləmirlər. Cərimə sizi narahat eləmirsə, heç olmasa bu nüans sizi narahat eləsin. Həm bizim başımız dincə olsun, həm də siz söz eşitməyin. Düzdür, bəzi adamlar var, onlar nə qədər söz eşitsə də onlara heç nə təsir eləmir. Yevlaxın mərkəzində yerləşən 2 binanın zirzəmisində su qalır. Və sakinlərdən biri deyir ki, 22 ildir burada yaşayıram. Zirzəmi həmişə belə bərbad olub. İndi bu adamların probleminə 22 ildir baxılmayıbsa, deməli kimlərəsə eşitdiyi söz təsir eləmir. Allah göstərməsin, o sular binanın dağılmağına gətirib çıxartsa, onun cavabını kim verəcək? Kim çıxıb qabağa deyəcək ki, günah məndədir? Deyirəm də, hər şey bir-birinə bağlıdır. Oranın suyu təmizlənməlidir ki, tikilinin gələcəyi sağlam olsun, ömrü uzun olsun. Orada yaşayanlar düşmən balaları deyil. Biz hamımız eyni qanı, eyni dili daşıyan adamlarıq. Nə çətin şeydir ki, hər öz üstünə düşə eləsin də. İnsanlar kimi hava da sözümüzə baxmır. Məsələn, Lerişə qar yağıb. May ayında camaat dəniz paltarlarını hazır saxlayıb. Lerişdə hələ yeni il havası var. Təbiətimiz də gündəmimiz kimidir. Bir gün elədir, bir gün də belə.